Əziz müəllimlər və şagirdlər, bugünkü video izahımızda sizə Cəlil Məmmədquluzadənin Qurban Əli bəy əsərinin təhlilini verəcəm. Bundan əvvəlki video izahda sizin üçün paylaşmışdım Anamın kitabı əsərini. İndi isə həm 3-cü qruplara düşən imtahanlara, həm də ki, müəllimə işə qəbul imtahanlarına aid olan əsərdir. Cəlil Məmmədquluzadənin Qurban Əli bəy hekayəsi. Bu əsər 8-ci sinif ədəbiyyat dərsliyində verilmişdi. Əsərə keçməmişdən qabaq bilin ki, əsər özü hekayə janrındadır və bunun da sonu novella kimidir. Yəni gözlənilmə sonluqla bitir və əsərdə məsələn ümumi əsəri keçdikcə, əsəri danışdıqca sizə orada ardıcılıqlar var ki, onları bir-bir deyəcəm, onları qeyd edərsiniz. Belə. İndi baxaq əsərimizin bir-bir oxuyacağam və əsas məsələləri deyəcəm, siz qeydlərinizi götürərsiniz. Əsərimizin təhlilinə. Ümumi təhlili axırda deyərəm sizin üçün. Baxaq əsərimizə. Xəbər çıxdı ki, bugün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, Pristavın arvadının ad qoyulan günüdür. Demək, nə münasibətən yığışırlar bunlar? Pristavın arvadının ad günüdür, ad qoyulan günüdür. Kəndə şuriş düşdü, yəni qarışıqlıq düşdü. Kənd əhlindən bugün çöl işinə gedən olmadı. Yəni, heç kim çöl işinə getməmişdi. Cəmaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər gəlirmi naçalnik. Cəmaatın yarısı Pristavın mənzilini əhatə edib durmuşdu. Qıraq kəndlərdən də cəmaat xəbər tutub yavaş-yavaş gəlirdi. Demək, kənd cəmaatları qıraq kəndlərdən də xəbər tutub gəlirdilər artıq. Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi. Katda, Yasavul və Qlava mirzələrindən savayı həyətə girməyə heç kəsə izin verilmirdi. Yəni, yüksək rütbəlilər həyətə girirdi. Həyətdə it yiyəsini tanımırdı. Səsdən və quyluqaldan, qarmaşlıqdan qulaq tutulurdu. Bir yanda quzular mənəyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar. Bir yanda Qlavaların atları kişnəyirdilər. Bir tərəfdən Pristavın qulaqları uzun tulaları gah Qlavanın üstünə atılıb hav-hav eləyirdi, gah katların üstünə tullanıb hav eləyirdi. Hərdən bir Pristavın arvadı balkona çıxıb nazik səslə çağırırdı. Tişe, yəni yavaş və sonra yenə girirdi içəri. Pristavın aşpazları bellərində ağ önlük həyətə çıxıb Qlavanın birinə deyirdi. Tez yarım girvənkə zəfəran tap. Qlava baş üstə deyib, əvvəl bir başını salırdı aşağı. Sonra mirzəsinə üzünü tutub buyururdu. Ədə, Mirzə Həsən. Mirzə Həsən obrazı var. Durma, tez şəhərə adam göndər. Yarım girvənkə zəfəran gətirsin. Biraz da keçirdi. Bir ayrı aşpaz əlində katlir bıçağı Qlavanın birinin üstünə tutub buyururdu. Qlava, 4-500 yumurta lazımdır. Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi. Nə danışırsan? Burada 1000-dən artıq yumurta var. Birdən qaçaqaç düşdü. Dedilər, naçalnik gəlir. Qlavlar çıxdılar qapıya. Xanım çıxdı balkona. Tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi. Güya qurbağanın gölünə daş atdılar. Çünki bu gələn naçalnik deyilmiş. Özgə mahalının pristavı imiş. Demək, gələn kimi imiş? Özgə mahalının pristavı. Hələ naçalnik deyil. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib, özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri. Yenə katlet bıçaqların taqqıltısı, adamların tappıltısı, atların kişnəməsi, düzə toyuqların və tulaların hafıltısı qarışdı bir-birinə. Bir ucadan təzə gələn Qlava və katlar atdan yenib dolu çuxurcunları doldurdular həyətə. Bir ucadan kəndlilər dağlarında qab-qazan xalı və palaz daşıyırdılar. Yəni, kənd cəmaatı işləyirdilər. Bir ucadan kəndlilər həyətin dibində quzular və toyuq cüzələri yan-yana yığıb, öldürüb təmizləyirdilər. Birdən qaçaqaç düşdü ikinci dəfə. Naçalnik gəlir, Qlavlar qaçdılar qapıya, xanım və qonaqlar çıxdılar balkona. Tulalar tullandılar həyətə və bir qədər keçdi. Gənə qurbağanın gölünə daş atdılar. Çünki bu gələn naçalnik deyilmiş. Qazaq böyüyü bir əfsər imiş. Yəni, bu da naçalnik deyilmiş.
Bu da atdan indi, qaça-qaça çıxdı balkona və xanımın əlini öpüb keyfini soruşdu və sonra getdilər otağa. Bir qədər keçdi, yenə qaça-qaç düşdü, yenə dedilər naçalnik gəlir, amma bu da yalan oldu. Adamları araladılar, bu qonaq da girdi həyətə. Bu da Qapazı kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəydir. Burada Qapazı birinci kinayə ilə yazılmışdı və üçüncü gələn kimdir? Qapazı kəndinin mülkədarı Qurbanəli bəy. Bəy həyətə girən kimi baxdı bir sağa, bir sola. Soların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına, başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi: "Malades sabah." Və sonra qalxıb xanımı balkonda görüb çağırdı. "İzdrasti" və börkünü, papaq deməkdir. Börkünü götürüb sağ əlini qalxızıb yuxarı və qışqırdı: "Urra!" Sonra qalxdı balkona və xanıma baş əydi. Xanım əlini uzatdı Qurbanəli bəyə. Bəy xanımın əlini alıb dursa dedi: "Nə qədər mənim canım sağdır, sənə mən nökərəm ay xanım. Burada artıq yaltaqlanır." Xanım biraz güldü və dedi: "Spasiba." Bəy biraz çəkəndən sonra hər ikisi girdi içəri. Biraz keçdi, mahal həkimi gəldi, sud pristavı gəldi, 2 uçutel gəldi, yenə bir əfsər arvadı ilə gəldi, yenə bir özgə həkim arvadı ilə gəldi. Artıq digər qonaqlar gəlməyə başladılar. Bu da bir karikaturadır, bu cür verilibdir burada. Daha sonra biraz keçdi, yenə qaça-qaç düşdü, dedilər naçalnik gəlir. Qlavların biri at üstə qaçaparaq gəlib özünü saldı yerə və həyətə soxulub qaçdı xanımın qabağına və çağırdı: "Naçalnik idiot, artıq bu gələn naçalnik idi." Xanım bir girdi içəri, bir çıxdı balkona, qonaqlar da çıxdılar həyətə və qaçdılar qapıya. Tappıltı, cüppultu, şaqqıltı və çığır bağır, qoyma, dinmə, çəkil, gəl, get. Axırda bir yoğun cinovik girdi həyətə. Yerdə xanıma tərəf sol əli ilə börkünü çıxardı, sağ əlini uzatdı xanıma və xanımın əlini öpüb qonaqlara bir-bir əl verib qalxdı balkona. Demək, qonaqlara əl verib görüşür və girdi otağa. Naçalnikdən sonra yenə bir neçə qonaq gəldi. Baxın, axırıncı naçalnik deyil, naçalnikdən sonra yenə gələnlər olur. Bunların da bir neçəsi arvadları ilə gəlmişdilər. Qonaqlar yığışmışlar zal otağına. Ortaya düzülmüşdü stollar və stolların üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarilər, paxlavalar, halvalar, konfetlər, zulmu portağalar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samavar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına. Naçalnik oturmuşdu yumuşaq divanın üstündə. Pristavın arvadı oturmuşdu onun yanında. Qonaqlardan bir neçəsi düzülmüşdü bunların yanına və naçalnik qabağındakı stəkanın qəndini qarışdıra-qarışdıra pristavın arvadı ilə söhbət edirdi. Bu heyində küçədə bir açıq akroşkadan bir at kişnəməsi qalxdı. Bundan sonra bir ayrı at daha da ucadan başladı kişnəməyə. Qonaqların bir neçəsi akroşkadan baxdılar küçəyə. Atlar daha da ucadan başladılar kişnəməyə. Qurbanəli bəy akroşkadan daha doğrusu başını çıxartdı küçəyə və çığırdı: "Ədə, Kəblə Qasım, heyvan oğlu heyvan, atı kənarda dolandır, yoxsa əlindən qurtarıb qaçar." Biraz keçdi, atlar daha da şiddətlə başladılar çığırmağa. Qurbanəli bəy atlardan bərk başladı nökərinə çığırmağa. Yəni atdan bərk çığırdı da belə deyək. Qonaqların hamısı qaçdılar akroşkaların qabağına. Küçədə tövlənin qabağında bir strajnik bir ağ atın cilovundan yapışıb dolandırırdı. Bu at naçalnikin atı idi. Naçalnik atı nə idi? Ağ rəngdə idi. Qurbanəli bəyin nökəri bir kəhər atın cilovundan yapışıb biraz kənara dolandırdı. Bir-iki kəndli biraz kənara ayrı-ayrı atların cilovlarından yapışıb dolandırırdılar. Akroşkanın qabağına kəndlilər düzülüb pristavın akroşkalarına baxırdılar. Hərdən bir naçalnikin atı kişnəyə-kişnəyə qabaq ayaqlarını döyürdü yerə və Qurbanəli bəyin atına baxıb hirsindən cilovu gəmirtləyirdi. Qurbanəli bəyin atı hərdən bir nərə tapıb qabaq ayaqlarını qaldırıb havaya və az qalırdı ki, Kərbəlayı Qasımı da göyə qaldırsın. Kərbəlayı Qasım bərk-bərk cilovdan yapışıb çığırdı: "Buna bax ha!" Naçalnik gördü ki, kəhər at Qurbanəli bəyin atıdır və üzünü Qurbanəli bəyə tutub soruşdu ki, at neçə yaşdadır? Demək, atın yaşını soruşur. Qurbanəli bəy papirosunu yandırır, naçalnikə dedi ki, at bu il təzə 4 yaşa ayaq qoyur.
Yenə naçalnik akoşkaya tərəf yeriyib başladı Qurbanəli bəyin atını tamaşa eləməyə. Sonra Qurbanəli bəyə dönüb dedi: "Nə gözəl atdır." Doğrudan Qurbanəli bəyin atı gözəl at idi. Qurbanəli bəy hər iki əlini sinəsinə qoyub naçalnika cavab verdi: "Peşkəşdir, hədiyyədir." Naçalnik Qurbanəli bəyə sağ ol dedi. Yenə başladı ata tamaşa eləməyə. Yenə Qurbanəli bəyə ümidini tutub soruşdu: "Qaçmağa necədir? İti yüyürürmü?" Qurbanəli bəy də naçalnika dedi: "Ay naçalnik, əgər sənin mahalında bir belə yüyürən at tapılsa, mən bığlarımı qızdırmasam, qurumsaqam." Yarım saatdan sonra qonaqları çağırdılar xörək otağına. Otağın ortasında uzun xörək stolu, üstündə düzülmüşdü hər cür xörəklər və içkilər. Pristavın arvadı oturdu stolun baş tərəfində. Xanımın sağ tərəfində naçalnik əyləşdi və qeyri qonaqlar da hərə bir yerə tutub oturdular. Demək, pristavın arvadı baş tərəfdə kim oturub? Naçalnik yox ha, pristavın arvadı. Çünki bunun ad günü idi. Naçalnik araq şüşəsini əlinə götürüb əvvəl öz fincanını, sonra pristavın arvadının, sonra xanımlarını və sonra qeyri qonaqların fincanlarını doldurub durdu ayağa və rumkasını xanımın rumkasına vurub dedi: "Demək, ilk sağlığı kim deyilir? Naçalnik deyir. Mübarək olsun xanımın ad bayramı." Naçalnikdən sonra xanımlar və ağalar yerlərindən qalxıb həmin sözləri dedilər və sonra naçalnik və qeyriləri şüşələri başlarına çəkib boşaltdılar. Pristavın arvadı fincanı götürüb əlinə qonaqlardan razılıq elədi. Amma Qurbanəli bəyə baxıb gördü ki, bəy arağını hələ içməyib. Xanım bəydən soruşdu: "Demək, kimdir bunu soruşan?" Pristavın arvadı: "Niyə içmirsiniz?" Bəy gülə-gülə başını saldı aşağı və dinmədi. Naçalnik Qurbanəli bəyə baxıb qəhqəh çəkib dedi: "Yoxsa sən də fanatik müsəlmanlardansan, onun üçün içmirsən." Bunu deyən kimdir? Naçalnikdir. Qonaqlardan bir neçəsi güldü və bir neçəsi dedi: "Götür iç." Axırda Qurbanəli bəy rumkasını götürüb əlinə və dedi: "Ay kişi, siz Allah bu nədir? Bundan siz bizdə üç-küş deyərlər ki, arvadlar barmaqlarına geyib kiş tikirlər. Yoxsa bizlərdə bundan araq içməzlər." Qonaqlar bu sözləri eşidib yenə qəhqəhə çəkib güldülər. Pristavın xanımı dedi: Doğrudur, günah məndədir. Qurbanəli bəy rumka ilə araq içməz." Bu sözləri deyəndən sonra xanım bir çay stəkanı aparıb qoydu bəyin qabağına və araqla doldurub verdi bəyə. Qurbanəli bəy stəkanı götürüb dedi: "Bax, buna nə demişəm? Yoxsa üsküyü qoyublar mənim qabağıma ki, nə var nə yox." Qonaqlar yenə gülüşdülər və Qurbanəli bəy arağı çəkdi başına. Stəkanı qoydu yerə və çörəkdən bir tikə götürüb tutdu burnunun ucuna. Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə, eşikdə də toy və zurnanın səsi uzaldı. 2 saatdan sonra qonaqlar qalxdılar ayağa və düzüldülər akoşkanın qabağına və başladılar tamaşa eləməyə. Baharın ikinci ayı idi. Baharın ikinci ayı, yəni aprel ayında olub hadisələr. Demək, hadisə nə zaman baş veribdirsə, baharın ikinci ayında. Çiçəklərin və otların ətri qarışmışdı bir-birinə. Çeşmələrin səsi qarışmışdı quşların səsinə. Hərdən bir zurnanın səsi uzalıb, özgə səslərin hamısını batil eləyirdi. Zurna sakit olan kimi adamların səsi uzalırdı. Evin qabağında çayın kənarı çəmənin üstündə bir neçə fəş döşənmişdi. Bir tərəfdə 3 yekə samavar qoyulmuşdu və yanlarında 30-40 stəkan nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, limon, portağallar, konfetlər, burabiyələr və qeyri çayla və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu çiyastıq və balışlar. Bir tərəfə qlavalar, tatarı əllərində kəndliləri döyə-döyə bir yerə yığırdılar ki, əllə bilib yallı getsinlər. Demək, bu kəndliləri məcbur şəkildə döyə-döyə yallı getməyə məcbur edirdilər. Ağalar və xanımlar akoşkalarda görünən kimi kəndlilər ura deyib papaqlarını atdılar göyə və yapışdılar yallı getməyə. Pristavın xanımı qonaqlara təklif elədi ki, buyursunlar çayın kənarında, çəməndə əyləşib çay içsinlər. Demək, aşağı düşməyi kim təklif edir? Pristavın xanımı. Ağalar və xanımlar endilər, kəndlilər yenə urra çəkib qarışdılar bir-birinə və sonra yenə başladılar yallı getməyə, məcbur şəkildə. Qurbanəli bəyin nökəri Kərbəlayı Qasım kənarda durub əllərini qoymuşdu ciblərinə.
Baxırdı və Qurbanəli bəyə görəcək 2 qat əyildi. Bəy papirosunun ağzına alıb Kərbəlayı Qasıma işarə elədi. Kərbəlayı Qasım qaçıb gəldi ağasının yanına və odur cibindən çıxarıb yandırdı və tutdu ağasının qabağına. Bəy papirosunu yandırıb dedi: "Axmaq oğlu axmaq, bəs sən niyə yallı getmirsən?" Kərbəlayı Qasım başını əyib aşağı və dedi: "Ay ağa, mən qocalmışam, daha mənə yallı getmək yaraşmaz." Bəy papirosunu göyə püfləyib yapışdı Kərbəlayı Qasımın çiynindən və çəkə-çəkə apardı yallı gedənlərin yanına və dedi: "Yapış heyvan balası heyvan, yoxsa vallah döyərək səni öldürərəm." Kərbəlayı Qasım yapışdı kəndlərin əlindən və istər-istəməz başladı onlarla bir yerdə dolanmağa. Qurbanəli bəy özü də dəstəsinin başından yapışıb başladı atılıb düşməyə. Pristavın arvadı Qurbanəli bəyə çəpik çaldı. Naçalnik də qəhqəhə çəkib güldü və başladı çəpik çalmağa. Artıq burada özün axmaq yerinə qoyur. Özgə qonaqlar da çəpiyi tutub başladılar gülməyə. Qurbanəli bəy də öz ağzını göyə açıb qəhqəhə elədi və çığırdı: "Ay xanım, mən istəyirəm sənin sağlığına üçün. Buyur mənə çaxır gətirsinlər." Urra! Urra! Nökərlər butulkaları başladılar daşımağa. Qurbanəli bəy bir stəkan içib yenə başladı fırlamağa. Yenə başladı dolanmağa. Bir qədər keçdi, yenə bir stəkan içib çığırdı: "Xanımın sağlığına." Və yenə başladı dolanmağa. Bir qədər keçəndən sonra yorulub çəkildi kənara və bir stəkan çaxır doldurub nökəri Kərbəlayı Qasıma çağırıb dedi: "İç." Kərbəlayı Qasım başladı yalvarmağa: "Ay ağa, sən bilirsən ki, mən içmənəm. Aman günüdür, mənə çevir bababın başına. Mən içə bilmənəm." Bəy bir qədər nökərini yaxalayıb gördü ki, içmir və çaxırın birazını tökdü onu Kərbəlayı Qasımın üstünə və birazını da özü içdi. Ağalar və xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy ilə gedib bir tərəfdə oturdu və üzünü naçalnikə tutub dedi: "Mənim nökərim Kərbəlayı Qasım lap biqeyrətdir. Mən indiyə kimi nə qədər eləmişəm, ona bir qətrə çaxır içirdə bilməmişəm. Deyirəm ki, axı ay axmaq, sən ki üzümü yeyirsən, axı bu nədir ki, üzüm suyu deyil məgər? Nə qədər eləyirəm içmir." Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdır. Qurbanəli bəy qəhqəhə çəkib və dedi: "Necə qanmır? Yaxşı qanır. O məgər qanmır ki, çaxır üzümdən qarılır. Çox əcəb qanır, ancaq biqeyrətdir, onun üçün içmir." Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. Kəndlilər də yallı getdilər. Xanımların biri hərdənbir əllərini basırdı qulaqlarına və ərinə şikayət edirdi ki, zurnanın səsindən az qalırdı qulaqlarım tutulsun. Pristav xanım gileyini başa düşəndən sonra toyçulara çağırdı ki, daha çalmasınlar. Toyun səsi kəsiləcək, Qurbanəli bəy üzünü toyçulara döndərib çığırdı: "Hədə, çalın, namərdlər." Burada artıq xanımlardan biri belə də səs-küy olur deyə belə istəmirlər musiqi çalınsın. Pristav bəy dedi ki, toyun səsi xanımlara xoş gəlmir, qoy çalmasınlar. Qurbanəli bəy durdu ayağa və Pristava dedi: "Mən ölüm, qoy çalsınlar, mən istəyirəm oynayam." Burada Uzundərə mahnısını istəyir Qurbanəli bəy, amma mahnını oynaya bilmir. Pristav bəyə dedi ki, mən ölüm, qoy çalsınlar, mən istəyirəm oynayam. Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çağırdı ki, "Hədə, çalın, Uzundərə çalın." Toyçular hazırlaşdılar çalmağa, naçalnik durdu ayağa və börkünü başına qoyub dedi: "Bəy, hələ sonra oynayarsan. Artıq burada Uzundərə mahnısını oynaya bilmir. Göndər nökərini sizin atınızı çəkib gətirsin. Mən istəyirəm ata baxam." Qurbanəli bəy sağ əlini qoydu gözünün üstünə və dedi: "Naçalnik, qurbandır, sənə mənim atım." Bu sözlərdən sonra bəy nökərini çağırdı. Kərbəlayı Qasım tez getdi, atı çək gətir. Naçalnik baxsın. Kərbəlayı Qasım qaçdı tövlədən atı çıxardı eşiyə. Naçalnik Pristav, Qurbanəli bəy və xanımlardan biri getdilər atın yanına. Qurbanəli bəy yapışdı atın dodağından və ağzını bir tərəfinə açdı və naçalnikə dedi: "Naçalnik, buyur bax, hələ inanmırsan. Buyur bax, bu il 4 ayağına qoyur. Demək 2 dəfə atın 4 yaşı olduğunu deyir bizə." Naçalnik Kərbəlayı Qasıma dedi ki,
biraz atı dolandırsan. Demək bunu deyən naçalnikdir. Kərbəlayı Qasım deyil. Qurbanəli bəy deyil. Kərbəlayı Qasım atı yavaş-yavaş çəkdi bir tərəfə. Kərbəlayı Qasımın dalınca gedə-gedə heyvan hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə və hərdən bir o tərəfə, bu tərəfə baxıb kişnəyirdi. Naçalnik Qurbanəli bəydən yenə atın qaçmağını soruşdu. Qurbanəli bəy baxdı naçalnikin üzünə və bir söz deməyib Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım atı çəkdi yavuğa və Qurbanəli bəy tez qalxdı atın üstünə və heyvanı təpiklədi. At durduğu yerdə bir neçə arşın məsafəni sıçrayıb üz qoydu yola tərəf qaçmağa və yarım dəqiqənin içində gözdən itdi. Yarım dəqiqədən sonra Qurbanəli bəy çaparaq qayıdıb gəldi və atı sürüb az qaldı soğulsun qonaqların oturduğu məclisə. Xanımlar çığırışdılar, qaçışdılar bir tərəfə və Qurbanəli bəy tez atı saxlayıb özünü tulladı yerə və durdu naçalnikin qabağında. Naçalnik bəyə dedi. Naçalnik bəyə dedi, malades. Və bəy cavab verdi. Naçalnik, bu nədir ki? Hələ sən mənim o bir atımı görməmişsən. Bəlkə onu görəsən. O nədir ki onun yanında? Bu nədir ki onun yanında? Kərbəlayı Qasım atı çəkib apardı. Hava qaraldıqdan sonra pristavın otaqlarına çıraqlar yandırdılar və qonaqlar məşğul olurlar kart oynamağa. Artıq kart oynayırlar. Saat 11 idi. 11-də, saat 11-də və birdən qonaqlar 11-də qonaqlara yenə dəvət elədilər xörək otağına axşam yeməyinə. Və yenə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. Naçalnik cüzənin ətindən bir-iki tikə yeyəndən sonra götürdü butulkanı və başladı əvvəl öz stəkanını, sonra qonşuların stəkanını doldurmağa. Və sonra ayağa durub stəkanı uzatdı pristavın arvadına tərəf və dedi. Yenə naçalnik belə deyir, sağlıq deyir. Cüzənin ətindən yeyəndən sonra sağlıq deyir. Bugün bizim buraya yığışıb belə ləzzətli vaxt keçirməyimizə siz səbəb olubsunuz. Buna cəhət mən bu stəkanı içirəm sizin sağlığınıza. Bunu deyən naçalnikdir. Bu sözləri deyib naçalnik stəkanı vurdu xanımın stəkanına və çaxırını içib oturdu. Yavuqda oturan qonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çaqqıldatdılar və istilər. Qurbanəli bəy də yerindən qalxıb dolu stəkanı götürüb vurdu xanımın stəkanına və xanımın başının üstə durub dedi. Yenə ikinci sallı Qurbanəli bəy deyir. Yuxarı çıxandan sonra axşam saat 11-də. Mən özümü, bu ifadələri yaddan çıxarmayın. Mən özümü bugün xoşbəxt hesab edərəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləməsin. Demək, ərinin adını çəkir. Mixail Pavloviç. Ondan ötürü ki, çünki nə qədər ki Mixail Pavloviç bizim mahalla deyildi, bizim kəndlilər də bədbəxtdirlər, mən də bədbəxt idim. Bu fikirləri o birislər üstünə deyir, yəni yaltaqdır. Ondan ötürü ki, bilmirəm nədəndirsə, keçən pristavları mən o qədər istəməzdim ki, Mixail Pavloviçi istəyirəm. Amma 5-10 il bundan irəli burada bir pristav vardı. Pristav deyir, naçalnik yox, Mixail Pavloviçdən əvvəl. Çox loto oğlan idi. Mənə bir tula bağışlamış. Demə, bir dənə it bağışlayıb deyə ürəyə gedir az qala. Allah onu da sağ eləsin, səni də sağ eləsin, hamınızı sağ eləsin. İçirəm mən sənin sağlığına, ah xanım, urda. Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına və içəndən sonra stəkanı göndərib ağzı yerə tərəf tutdu ki, görsünlər stəkanda bir qətrə çaxır qalmayıb və gedib oturdu yerində. Bir qədər keçəndən sonra pristavın arvadı götürüb çaxırı və naçalnikin stəkanını, öz fincanını və qonşuların stəkanına doldurub üzünü naçalnika tutdu və dedi. Bunu da deyən naçalnikin pristavın arvadıdır. Mən özümü borçlu hesab edirəm sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmətlə buraya gəlib mənə sərfiraz elə buyurubsunuz. Sözlərini deyəndən sonra xanım fincanı tutdu dudaqlarının qabağına. Qonaqlar da stəkanlarını uzadıb vurdular naçalnikin stəkanına. Qurbanəli bəy yerindən qalxıb əlində dolu stəkan gəlib durdu naçalnikin yanında və dedi. Naçalnik ağa, içirəm bu stəkanı sizin sağlığınıza. Allah da buna şahiddir ki, nə qədər bizim vilayətə naçalniklər gəlib gedib, mən onları heç birini o qədər istəməmişəm. Bayaq pristav üçün deyirdi bunu. Naçalnik ağa,
Sən bizim başımızın sahibisən. Nə qədər ki bizim mahalda cəmaət var və onlar hamısı sənin yolunda başlarına keçərlər. Nə qədər mən özüm də sənin yolunda o da girərəm. Qurbanım sənə, mənim canım. Urra, nə qədər ki sağam, nökərəm sənə. İçirəm mən bu stəkanı Naçalnik ağanın sağlığına. Urra, demək həm Naçalnikin sağlığına içir, həm Pristavın arvadının sağlığına içir. Bu sözləri deyən kimi Qurbanəli bəy stəkanı çəkdi başına və stəkanın ağzını çöndərdi yerə, güya bir qətrə də qalmadı. Sonra gedib oturdu yerində. Qonaqlar yenə məşğul oldular yeməyə. Bir qədər keçəndən sonra xanımın əri Pristav götürdü çaxır şüşəsini, əvvəl öz stəkanını doldurdu, sonra qonşuların stəkanını doldurdu və sonra ayağa durub dedi: "Ağalar və xanımlar, məlumdur ki, bir düşmən istəyib bizim üstümüzə hücum çəkə, bizi saxlayan qoşunlarımız olacaq." Demək, burada yenə yaltaqlanır Pristava, daha doğrusu əfsərə. Buna cəhət mən içirəm bu stəkanı bizim qoşunlarımızın, daha doğrusu əfsəri Nikolay Vasileviçə və onun xanımı Anna İvanovanın sağlığına. Pristav bu sözləri deyib stəkanı, daha doğrusu bunu deyən öz üstünə Pristavdır. Demək, əfsərin sağlığına içən kimdir? Pristav. Pristav bu sözləri deyib stəkanı uzatdı bir əfsərə və onun yanında tutan arvada tərəf. Qonaqlar da habelə stəkanları çaqqıldadıb içdilər. Qurbanəli bəy də ayağa durub dolu stəkanı uzatdı əfsərə və arvadına tərəf dedi: "Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin." Belə. Bunu deyən kimdir? Qurbanəli bəydir. Amma əfsərin sağlığına içən kim idi? Birinci Pristav idi. Allah düşmən qabağında sizin qılıncınızı kəskin eləsin. Yəni, mən bu sözləri ondan ötürü demirəm ki, düşməndən qorxuram. Hansı düşmən cürət eləyib mənim qabağıma çıxa bilər. Bu xəncəri mən soxarım onun qarnına. Mən heç düşməndən qorxmuram. Sizin dövlətinizdən mən heç kəsdən qorxmuram. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olunsun Anna xanım. Yəni, Pristavın arvadıdır. Pristav yox, əfsərin arvadı. Bəy çaxırı çəkdi başına. Bu qayda ilə xanımlar, ağaların və xanımların bir-bir sağlığına istilər. Hər dəfə Qurbanəli bəy dururdu ayağa, hərənin çarəsinə bir nitq söyləyir və bir dolu stəkanı içirdi və otururdu. Yavaş-yavaş çaxırın buxarı qalxdı bəyin başına. Lap axırda bəy bərk keyfləndi. Qonaqların hamısının sağlığına içəndən sonra qonaqlar başladı Qurbanəli bəyin sağlığına içməyə. Demək, birinci Qurbanəli bəy qonaqların sağlığına içir, sonra qonaqlar Qurbanəli bəyin sağlığına içəcək. Xanımlar bir-bir stəkanları uzadıb vurdular bəyin stəkanına. Qurbanəli bəy şadlığından az qaldı özündən geçsin. Qonaqların hamısı bəyin sağlığına içəndən sonra bəy stəkanını yuxarı qalxızıb dedi: "Ağalar və xanımlar, siz ki mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmaram. Amma ağalar, mənim sizdən bir xahişim var. Mən ölüm, mənim sözümü yerə salmayın. Mən sizin hamınızın sabah öz evimə qonaq təklif edirəm." Demək, bunun sağlığına içəndən sonra artıq qonaq dəvət edir. Vallah, billah, atamın görə haqqı. Mən bilmirəm necə sizin xəcanətinizdən çıxım. Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən bu xanımların ayağının torpağı da ola bilmərəm. Vallah, atamın görə haqqı. Sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürürəm. Qurbanəli bəy deyir bunu. Mən istəyirəm ki, sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəri soxarım qarnıma. Cənab Naçalnik, səndən də çox təvəqqə eləyirəm. Ay xanım, səndən də təvəqqə eləyirəm. Əfsər ağadan da təvəqqə eləyirəm. Anna İvanova, qurban olsun sənə mənim canım. Səndən də təvəqqə eləyirəm. Ağalar, xanımlar, hamınızdan təvəqqə eləyirəm. Hər kəs gəlməsə namərtdir. Aman günüdür, özümü öldürərəm. Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra, urra.
Bəy stəkanı çəkdirib başına, naçalnik siqarı damağına salıb üzünü tutdu pristavın xanımına və dedi: Gəlsinlər sabah qonaqlığa gedək. Qurbanəli bəyə qonaq olaq. Xanım baxdı ərinin üzünə və dedi: Mən çox xoşxallıqla gedərəm. Yaxşı olar. Bəyin arvadını da görərəm. Bunu deyən pristavın arvadıdır. Görərəm necə paltar geyir. Əfsər də arvaddan soruşdu: Gedərsənmi? Arvad dedi: Gedərəm. Qonaqlardan biri də dedi ki, əgər bəy bizə yaxşı müsəlman pulu versə gedərəm. Demək bu ifadəni deyən kimdir? Qonaqlardan biri. Adı konkret bəlli deyil. Qurbanəli bəy pulov sözünü eşidəcək tez qalxdı ayağa və çığırdı. Necə? Pulov? Necə? Pulov? Atamın görə haqqı. Sizə elə bir pulov verərəm ki, ömrünüzdə yeməmişsiniz, yeməmiş olarsınız. Mənim aşpazım bişirən pulovu kim bişirə bilər? İnanmırsınız? Kəblə Qasımdan soruşun. Hanı Kəblə Qasım? Kəblə Qasım, Kəblə Qasım. Aşpaz da Əlidir. Qurbanəli bəy başladı uzanan Kərbəlayı Qasımı çağırmağa. Güya ki, Kərbəlayı Qasım buradadır. Pristavın nökərlərindən biri içəri girib dedi ki, burada Kərbəlayı Qasım yoxdur. Bəy hirsləndi nökərlər dedi ki, çağırın o axmaq oğlunu gəlsin. Nökər çıxdı getdi və bəy özünü də qapıya tərəf yeridi. Özü qapıya tərəf yeridi. Pristavın arvadı da bəyə dedi ki, sən zəhmət çəkmə, nökərlər çağırar. Bəy yenə başladı plovu tərəfləməyə. Mən sizlə mərz gələrəm. Həyə bir yanda elə plov yemiş olsanız, tüpürün mənim üzümə. Qonaqlar güldülər, naçalnik də gülə-gülə dedi. Ay bəy, söz yox ki, evdəki hərfli atını da bizə göstərərsən. Qurbanəli bəy naçalnikə yavıqlaşıb, yəni yaltaqlanıb, hər iki əlini qoydu gözünün üstə və dedi. Bu sözlərim üstə hansını bəyənsən peşkəkdir. Lotu yana deyirəm. Mən yalan zad bilmərəm. Hansını xoşlasan, atamın görə haqqı peşkəkdir sənə. Nökər girdi içəri və dedi ki, Kərbəlayı Qasım yatıb. Bəy nökərin üzünə baxıb əvvəl dinmədi və sonra xəncərinin dəstəsinə yapışıb dedi. Get o haramzadə oğlu haramzadəyə de ki, bu saat durub bura gəlməsə, bu xəncərə gedib soxaram onun qarnına. Nökər çıxdı eşiyə və pristavın arvadı bəyə üzünü tutub dedi. Niyə pisarə kişini oyadırsan? Nəyə lazımdır? Bəy cavab verdi. Ay xanım, başına dolum. Necə nəyə lazımdır? Ağzına da bu tezliklə yatsın. Qoy gəlsin görək kimin hünəri var, mənim aşpazım bişirən plovu bişirsin. Qonaqlar yenə gülüşdülər. Kərbəlayı Qasım kişmiş gözlərini bərəldib girdi içəri. Ağası yenə əlini xəncərin dəstəsinə aparıb dedi. Kərbəlayı Qasım, mən səni öldürərəm. Qonaqlar yenə gülüşdülər. Kərbəlayı Qasım əllərini döşünə qoyub alçaq səslə dedi. Niyə başına dönüm ağa? Bəy hirsli və uca səslə. Hələ soruşursan niyə? Gəl gör bu ağalar nə deyirlər. Mən ha deyirəm ki, bizim əli bişirən plovu heç kəs bişirə bilməz, bunlar inanmırlar. Kərbəlayı Qasım alçaq səslə cavab verdi. Bəli, ağa, bəy əli yaxşı plov bişirir. Qurbanəli bəy üzünü qonaqlara tutub sevincək və uzadan dedi. Ki gördünüz, indi sözünüz nədir? Qonaqların çoxsu cavab verdi. Doğrudur, inanıram. Kərbəlayı Qasım çıxdı eşiyə. Yarım saatdan sonra qonaqlar başladılar dağılmağa. Qurbanəli bəy atını və Kərbəlayı Qasımın yabısını minib düşdülər yola. Bəy başını saldı aşağı və başladı mürcüləməyə. Hərdən bir yuxuda ayılıb atı saxlayırdı və üzünü çöndərirdi Kərbəlayı Qasımə və deyirdi. Bu xəncəri soxaram sənin qarnına. Bu çox vaxt Kərbəlayı Qasım cavab vermirdi, gah vaxt deyirdi. Niyə başına dönüm ağa? Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermir, gah da vaxt deyirdi. Kimin hünəri var, əli bişirən plovu bişirsin. Ancaq içkilə deyil, eyni şeyi deyib təkrarlayıb gedir. 2 saatdan sonra ağa və nökər yetişdilər kəndə. Yekə imarətin darvazasının qabağında atlar dayandılar. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. Yekəpapaq bir kişi qapını açdı və Qurbanəli bəyin yanına qaçıb yapışdı atın cilovundan. Qurbanəli bəy hələ atdan enməyib, xəncərin tiyəsini qaxızıb kişinin üstünə də dedi. Demək, evə gəlib bir hamiyə deyəcək. Əli, bu xəncəri soxaram qarnına. Demək, yekəpər kişi Əlidir. Bunun aşpazı, qəşəng plov bişirər. Nökər cavab verdi. İxtiyar sənədir ağa. Sonra bəy atdan yenib girdi həyətə və pilləkəni qalxıb girdi otağa. Bəyin qarabaşı bir qoca arvad çıxdı ağasının qabağına və dedi. Ay ağa, nə gec gəldin? Xanım səndən ötürü çox niyaran oldu. Bəy xəncərin tiyəsini arvada göstərib dedi. Gülpəri, bu xəncəri soxaram sənin qarnına. Bu Gülpəri bunun həyat yoldaşı deyil. Qarabaşdır, nökərdir.
Arvad dinmədi və çəkildi kənara. Bəy o biri otağa girib gördü ki, arvadı paltarlığını soyunmamış dayanıb yastığa və yuxulayıb. Demək paltarda yatıb. Əvvəl gedib durdu arvadının yanına, o xəncərin tiyəsini arvadın üstünə qalxızıb dedi: Arvad, bu xəncəri qalxızıb dedi: Bu xəncəri soxaram sənin qarnına. Arvad ayılmadı. Demək öz həyat yoldaşı onu eşitməyib. Qurbanəli bəy dəxi dinmədi və xəncəri atdı yerə. Sonra börkünü çıxarıb atdı bir səmtə və başladı soyunmağa. Paltarını və çəkmələrini çıxarıb hirslə hərəsini atdı bir yana. Biraz su içdi və uzandı yerinə. Bəyi yuxu tutdu. Qurbanəli bəyin arvadı sübh vaxt ayılıb, gördü ki, əri gəlib yatıb, yavaşca paltarını geyib çıxdı eşiyə. Qarabaş süpürgə ilə həyəti süpürdü. Kərbəlayı Qasım əlində səhəlbir tövbənin qabağında durub arpa təmizləyirdi ki, aparıb versinlər atlara. Xanım Kərbəlayı Qasımdan soruşdu ki, niyə belə gec gəldiniz? Kərbəlayı Qasım cavab verdi. Qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik. Xanım yenə soruşdu. Pristavın qonağı çox idimi? Kərbəlayı cavab verdi. Bəli, xanım, çox idi. Xanım soruşdu. Kimlər idilər qonaqlar? Kərbəlayı Qasım cavab verdi. Ay xanım, nə bilim, bir çox böyük adamlar idi, çoxlu xanımlı idi. Naçalnik özü də orada idi, çox adam var idi. Xanım yenə soruşdu. Kərbəlayı Qasım xanımlar da Kərbəlayı Qasım xanımlar da elə kişilərlə bir yerdə oturmuşlar, ya ayrı oturmuşlar? Kərbəlayı Qasım cavab verdi. Yox, elə hamısı qarışmışdı bir-birinə. Qarabaş bu sözləri eşidəcək, öz-özünə dedi. Bu yaman Allah. Xanım oturdu pilləkənin pilləsinin üstündə. Kərbəlayı Qasım biraz yabığa çağırdı və dedi. Sağ Allah, Kərbəlayı Qasım. Nağıl elə görək, qonaqlıq necə keçdi? Qonaqlar nə verdilər? Ağan kimlə danışdı? Nə danışdı? Sağ Allah, Kərbəlayı Qasım. Hamısını nağıl elə. Kərbəlayı Qasım ətəyini qalxızıb, ağzını və yumruğunun suyunu sildi. Tövlədən atlar başladı bir-birinin üstünə qışqırışmağa. Kərbəlayı Qasım üzünü tövləyə tutub çığırırdı. Buna baxa, atları sakitləşdirir. Sağ ol, Xanım gələn Kərbəlayı Qasıma dedi. Sağ Allah, Kərbəlayı Qasım, nağıl elə görək. Kərbəlayı Qasım cavab verdi. Ay xanım, dəxi nə deyim, çox qonaq var idi, Naçalnik də oradaydı. Xanım yenə Kərbəlayı Qasımdan soruşdu. Kərbəlayı Qasım, Urus arvadları və kişilərlə nə danışırdılar? Kərbəlayı Qasım cavab verdi. Xanım, mən nə bilim ki, nə danışırdılar. Mən onların axı dilini bilmirəm ki. Xanım yenə soruşdu. Kərbəlayı Qasım, doğrusunu görək, ağam da Urus arvadları ilə danışdı mı? Kərbəlayı Qasım yenə üzünü tövləyə tutub və çığırdı. Atların üstünə və xalıma cavab verdi. Ağam Urus arvadlarından az danışdı, amma Naçalniklə çox danışdı. Aşpaz əli samovara gətirdi və çıxarıb qoydu pilləkənin üstünə. Qarabaş süpürgəni dayadı divara. Qalxdı pilləkənin üstünə və samovara qalxızıb apardı evə. Aşpaz əli yenə durdu xanımın qabağında və soruşdu. Xanım, bugün nə bişirim? Xanım Qarabaşı çağırıb dedi. Və Qurbanəli bəy neçə gün gecə demədi ki, nə bişirək? Qarabaş əlində çay qabı xanımın yanına gəlib cavab verdi. Gecə ağa elə hirsliydi ki, hələ məni istəyirdi öldürsün. Xanım təəccüb verdi və dedi. Yaxşı, al, elə danışma, dəli olmamısan ki. Vallahi axırım, ağam evə girən kimi xəncərini çıxartdı və mənə dedi ki, xəncərlə səni öldürürəm. Xanım bir qədər dinmədi və üzünü tutdu Kərbəlayı Qasıma. Kərbəlayı Qasım yəqin ağan yenə keyflənmişdi. Kərbəlayı Qasım cavab verdi. Xeyr, keyflənməmişdi. Burada Kərbəlayı Qasım bu kişini satmır da, yəni ələ vermir. Xanım girdi içəriyə, yavaşca Qurbanəli bəyin yanına yavıqlaşıb gördü ki, bəy yuxudadır. Sonra çıxdı eşiyə və aşpaz Əliyə 16 qəpik verdi. Əli pulları aldı. Əli, get 2 girvənki ət al, gəl boşbaş bişir. Əli pulları aldı və dedi, baş üstə. Kərbəlayı Qasım və Əli üz qoydular aşpazxanaya tərəf getməyə. Gün qalxdı, günorta oldu. Kərbəlayı Qasım həyətdə oturmuşdu. Tut ağacının dibində və hərdən bir daş götürüb atırdı ağacın başına və tut quşlarını qovurdu. Və hərdən bir yerə tökülən yetişmiş tutlardan götürüb yeyirdi. Qarabaş da gəldi Kərbəlayı Qasımın yanına və başladı tutları seçib yeməyə. Biraz keçdi. Xanım da gəldi bunların yanına və başını qalxızıb bir qədər yetişmiş tutlara baxdı. Kərbəlayı Qasım dedi ki, çıxsın ağaca.
Biraz tuz sirkələyib töksün. Qaravaş evdən bir sarışov gətirdi və aşpaz Əli bunların yanına gəldi və dedi: "Siz sarışovu tutun, mən çıxım sirkələyim." Demək çıxan kimdir? Əlidir. Əli çıxdı ağaca, xanım Qarabaş və Kərbəlayı Qasım sarışovu tutdular və Əli ağacın budağını birini tərpətdi və yekə-yekə yetişmiş ağ tutlar, ağ tut. Tut məsələsi başqa əsərlərdə də var. Çarşova, töküldü çarşova. Budağa bir-iki təpik vurulandan sonra Əli qalxdı biraz daha yuxarı. Ağacın başında kəndin ətrafı əlin içi kimi görünürdü. Əlinin gözünə belə bir şey sataşdı. Hacı Heydər dəyirmanının yanından, hardan Hacı Heydər dəyirmanının yanından kəndə sarı bir dəstə atlı gəlirdi. Əli əvvəl buna fikir vermədi və başladı budağın birini silkələməyə. Amma sonra yenə diqqət saldı və gördü ki, atlılar kənd əhalindən oxşamırlar. Bunu görüb Əli üzünü tutdu aşağı və dedi: "Kərbəlayı Qasım, kəndə çoxlu atlı gəlir, amma kəndliyə oxşamırlar." Kərbəlayı Qasım və Qarabaş bir qədər baxdılar bir-birinə. Bir-birinin üzünə. Xanım dilləndi: "Kərbəlayı Qasım, çıx aşpazxananın damına, gör nə atlıdırlar." Kərbəlayı Qasım gedib qalxdı alçaq divara. Oradan qalxdı aşpazxananın damına, damının üstünə və sağ əlini gözünün üstünə qoyub başladı diqqətlə yola baxmağa. Kəndin yaxınlığında Kərbəlayı Qasımın gözünə əvvəl iki atlı göründü. Bunlar atlarını bərk sapırdılar. Dəxi bunlardan savayı yolda bir şey görünmürdü. Amma bir qədər keçdi, mələcənin yanında söyüd ağaclarının dalında bir dəstə atlı çıxdı. Bunların içində naçalnik və pristavların düymələri və xanımların şləpaları aşkar bilinirdi. Kərbəlayı Qasım tez yendi aşağı və qaçdı gəldi xanımın yanına və tövşə-tövşə dedi: "Xanım, bu gələnlər deyəsən elə dünənki qonaqlardır." Xanım çarşığın ucunu saldı yerə, gəldi Kərbəlayı Qasıma və yavıq və dedi: "Dünənki qonaqların burada nə işi var?" Kərbəlayı Qasım əllərini qoydu və bir-birinin üstünə və cavab verdi: "Mən nə bilim ay xanım, bu heyndə küçədə mələkə qopdu. İtlərin hürüşməsi, adamların qaçışması, at tapıltısı və biraz keçdi, küçə qapısı döyüldü. Xanım qaçdı içəri və pəncərədən küçəyə baxıb gördü ki, küçə doludur adamlarla. Hamısı rus qulluqçuları və rus xanımları. Kərbəlayı Qasım qapıya çıxıb gördü ki, dünən pristavın evində qonaqların hamısı gəlib dayanıb qapıya. Xanım tez eşiyə və əlini çağırıb dedi: "Get de ki, ağa evdə deyil." Əli qaçdı küçə qapısını və xanım qaçdı evə. Qurbanə bəyi oyatdı. Bəy eləyib çöndü o biri səmtə və arvad dedi: "Ay kişi dur, dünənki qonaqlar gəliblər bizə." Qurbanə bəy yenə eləyib gözlərini açdı və arvadına dedi: "Cəhənnəm ol." Və yenə gözlərini yumdu. Arvad yenə dedi: Qurbanə bəy gözlərini açıb qalxdı oturdu və soruşdu: "Nə deyirsən?" Arvad sözünü bir də dedi. Bəy dik qalxdı ayağa, bir şey fikir elədi, qaçdı otağın o tərəfinə, bu tərəfinə. Arvadına dedi: "Qoy desinlər ağa evdə deyil." Arvad yenə çıxdı eşiyə və bəy mələfəni götürüb çarşov kimi saldı başına. Çıxdı həyətə, qaçıb soxuldu tövləyə və girdi atın axuruna. Nökərlər qonaqlara dedilər: "Ağa evdə deyil." Naçalnik bu cavabı eşidib təəccüb elədi. Ha belə qeyri qonaqlar da mat qaldılar. Yəni kəndlilər başladılar qonaqların atlarını dolandırmağa. Naçalnik çıxardı paprosunu yandırdı və nökərlərdən soruşdu: Bəy hara gedib ki, evdə deyil?" Nökərlər cavab verdilər: "Bilmirik." Naçalnik bir qədər dinməyib soruşdu: "Bəs o ki özgə yerə gedəcəkdi, bizi niyə qonaq çağırırdı?" Nökərlər cavab verdilər ki, bilmirik. Xanımlardan biri bir stəkan su istədi. Demək, su istəyən kimdir? Xanımlardan biri. Kərbəlayı Qasım qaçdı evdən, kasada su gətirdi. Qonaqlar bir qədər bir-birinin üzünə baxıb dedilər ki, "Dəxi niyə dururuq, qayıdaq gedək." Naçalnik buna razı olmadı, amma Kərbəlayı Qasıma üzünü tutub soruşdu: "Bəyin atları tövlədədir?" Kərbəlayı Qasım dedi: "Bəli, bu heyndə tövlədə atların biri başladı işləməyə." Naçalnik yoldaşlarına belə təklif elədi: "Çox əcəb, biz bu qədər yol rəhmətlə gəlmişik, bari heç olmasa bəyin atlarına baxaq, sonra qayıdaq." Yoldaşlar razı oldular. Naçalnik yenə Kərbəlayı Qasımdan tövləyə getməyə izin istədi. Kərbəlayı Qasım dedi: "Buyurun." Naçalnik
İki pristav, mal həkimi, xanımlar və Qazax əfsəri girdilər həyətə və üz qoydular tövləyə. Qurbanəli bəyin arvadı həyətdə qonaqları görüb qaçdı, soxuldu otağa və qonaqlar girdilər tövləyə. Naçalnik qabaqdakı atı görüb dedi: "Bu elə bəyin dönənki atıdır." Sonra qonaqlar yeridilər içəri və bir kəhər atın yanında dayandılar. Naçalnik atın qabağına keçib Kərbəlayı Qasımdan soruşdu: "Budurmu bəyin tərifli atı?" Kərbəlayı Qasım dedi: "Bəli." Qonaqlar başladılar atın o tərəfinə, bu tərəfinə dolanmağa. Naçalnik axıra tərəf hərəkət eləyib istədi atın ağzına baxsın. Axıra yavuqlaşan kimi Naçalnik dik atıldı və çığırdı: "Ax, çort vozmi!" Axurun içində güya kəfənə bürünmüş bir şey Naçalnikin gözünə sataşdı. Naçalnik yanındakı pristavın əlindən yapışıb yavaşca yeridi axurun yanına və diqqət eləyib gördü ki, axurda Qurbanəli bəyin özüdür. Bunu görəcək Naçalnik çəpik çalıb, qəhqəhə çəkib güldü və dedi: "Rəfiq, sən buradaymışsan." Ah! Qonaqlar bir-bir gəlib diqqətlə baxdılar və çəkilib durdular kənarda. Qurbanəli bəy yerindən heç tərpəşmədi. Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular getməyə. Bunda da Qurbanəli bəy əsəri yekunlaşır. Yəni çətin bir əsər deyil, maraqlıdır.